Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Beynəlxalq Qaleriyanın birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Zərif Duyğular adlı sərgi keçirilib. Sərgidə müxtəlif yaş qruplarından olan 150 nəfər rəssamın əsəri nümayiş etdirilib. Sərgini giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sərgidə iştirak edən xanımları təbrik edib, onlara xoşbəxtlik fəaliyyətlərində uğurlar arzulayıb. Beynəlxalq Qaleriyanın direktoru Elnur Eskəndərova çıxışında Azərbaycan xanımlarının fədakarlığından söz açıb rəssam xanımları təbrik edib, hər birinə can sağlığı və yaradıcılıq nailiyyətləri arzulayıb. Sərgidə iştirak edən rəssamlar fəxri fərman və plaketlərlə təltif olunublar. Tədbirin sonunda xatirə fotoları çəkilib.